Demək, biz biznes fakültəsi olaraq fikirləşirik ki, biz əgər həqiqətən istəyirik ki, yaxşı yüksək səviyyəli təhsil verək, burada bizə lazımdır yüksək səviyyəli müəllimlər və yüksək səviyyə təhsil proqramları, hansı ki, müasir standartlara cavab verən və eyni zamanda bütün bunları həyata keçirmək üçün bizə müasir maddi-texniki baza lazımdır. Mən sizə biznes fakültəsinin tədris binası haqqında məlumat vermək istəyirik. Demək, binamız dekabr ayında Cənab Prezident tərəfindən açılıb 2025-ci ilin və tam müasir standartlara cavab verir. Biz deyərdik ki, ölkədə hal-hazırda bir nümunəli tədris binası sayılır, əsasında biznes və iqtisadiyyat sahələrində. Demək, fakültəmizin binası 2 blokdan ibarətdir. Blok A-da tədris həyata keçirilir, orada 40-dan çox auditoriya var. Blok B-də isə, ona yanaşı bir binada isə bizdə 68 professor müəllim heyəti üçün otaqlar var və eyni zamanda orada tələbələr üçün kitabxanalar, tələbələr üçün klub otaqları var. Yəni, ona görə də bu tam müasir standartlara cavab verir və tələbə bir blokda dərsləri alır, o bir blokda isə gedir, kitabxanada oxuya bilir və yaxud müəllimlərini istəyəndə müəllimlərini görə bilir. Çünki bizdə belə bir yanaşma var ki, hansı ki, fikirləşirik kifayət qədər Azərbaycanda yeni bir approach-dur, istiqamətdir, hansı ki, biz hər bir müəllimə bir otaq veririk. Ona görə də bizdə ayrıca bir blok var, orada 68 müəllim otağı var. Bu deməkdir ki, biz hal-hazırda hər müəllimimizə bir otaq verdik ki, orada tələbələrimizlə fərdi qaydada məşğul ola bilsin. Nəyə görə? Çünki bildiyimiz kimi məsləhət saatlar var və tələbələrimiz ola bilər ki, bəzi nüansları, bəzi mühazirələrin bəzi hissələrini lekçalarda başa düşməyə bilərlər. Başa düşmədikdə isə biz onlara elan veririk ki, hər həftə hər bir müəllimin 3 saat məsləhət saatı var və müəllimin özünün otağı var və əvvəldən elan veririk ki, müəllim biznes fakültəsinin məsələn 311-ci otağında olacaq və siz də bu müddətdə nə suallarınız varsa gəlib verə bilərsiniz. Ona görə fikirləşirik ki, bu çox əhəmiyyətlidir, hansı ki, qərb universitetlərində bu çox populyardır. Eyni zamanda fakültəmizin zəngin kitabxanası var, oxu zalları var, hansı ki, altı bazar da açıqdır və biz bu yaxınlarda Amerika Birləşmiş Ştatlarından ora xeyli müasir səviyyəli kitablar gətirilib ingilis dilində. Çünki biz yeni tədris ilindən 5 ixtisasımız ingilis dilində tədris ediləcəyinə görə ora biz xeyli sayda maliyyə mühasibat, iqtisadiyyat, biznesin idarə edilməsi sahələrində müasir səviyyəli kitablar gətirmişik və eyni zamanda bilirsiniz, maliyyə mühasibat sahəsində populyar olan CFA və ACCA sertifikatları da bizim ixtisaslarımızda biz onlardan əsas da ACCA ilə bağlı artıq akkreditasiya edilmişik, CFA ilə bağlı üzərində çalışırıq və biz o üzrədə kitablar gətirmişik ki, çünki bizim tədrisimiz o ACCA və CFA üzərindən keçirilir maliyyə və mühasibat ixtisaslarında və bizim artıq kitabxanamızda da ACCA və CFA tərəfindən nəşr edilən kitablarımız da var. Təzə gəlib ən müasir səviyyəli New Editions 2025-2026-cı illərin nəşrlərdir ki, tələbələrimiz də onlardan istifadə etsinlər və dərslərini daha zəngin şəkildə çalışa bilsinlər.